Bismillahirrahmanirrahim. Allahümme leke sumna ve bike amennâ ve aleyke tevekkelnâ ve ala rızgike aftarnâ ya vâsi'al mağfira iğfir lana ve li valideynâ yevme yakumul hisab. Ey Allah'ım, biz senin için oruç tuttuk. Sənə inandıq, sənə güvəndik. Sənin ruzinlə orucumuzu açırıq. Bizi, ata-anamızı və bütün möminləri hesab günündə bağışla. Ey Rəbbimiz, bu Ramazan günündə əllərimizi sənə açaraq dua edirik. Bu Ramazan günündə bütün Türk İslam aləmini bəlalardan, şər insanlardan və şər güclərdən qoru. Ey Rəbbim, bugün Azərbaycan və Türkiyə Türk dünyasının qardaşlığı üçün çalışır. Və Azərbaycan və Türkiyənin bu qardaşlığını daim eylə. Bütün Türk dünyasının qardaşlığını daim eylə. Bütün İslam dünyasının qardaşlığını daim eylə. Ey Rəbbimiz, əlimizi açıb sənə dua edirik. Sən bu gündə dünyamıza sülh gətir, dünyamıza əmin-amanlıq gətir və insanlar bir-birlərini sevsinlər, insanlar bir-birlərinə nifrət etməsinlər, insanlar bir-birlərinə qarşı mərhəmətli olsunlar, şəfqətli olsunlar. Sənin göndərdiyin dinin adı İslamdır. İslam sülhdən gəlir, İslam silimdən gəlir. Bu sülh dini olan İslamı möminlərin qəlblərində doğru şəkildə yerləşdir. Ey Rəbbim, əlimizi açdıq, sənə dua edirik. Sən bugün bizim orucumuzu qəbul eylə, bütün oruç tutanların orucunu qəbul eylə və bugün dünyanın bir çox yerində oruç tutub, amma iftarını aça biləcək bir xurması belə olmayan insanlar var. Sən o insanlara da ruzilərini, rizqlərini yetir, ya Rəbb. Amin, amin, ya Rabbel alemin. Amin. Allah razı olsun canım hocam. Çok teşekkür ederim.